bank, hər hansı bir qurum və ya hər hansı bir şəxs sizi məhkəməyə verir. Ona görə çox narahatsınız. Bəlkə də narahat olmağa dəyməz, çünki müddəti ötürüblər. Hüquqda belə bir anlayış var, iddia müddətləri. Necə ki, hər hansı bir mağazadan bir məhsul aldıqda onun istifadə müddəti var, hüquqda da belədir. Bəzi hüquqların qüvvədə olma müddəti var. Yəni bəzi hüquqların istifadə müddəti var. Bu müddət qanunvericiliyə görə ümumi iddia müddəti 10 il, daşınmaz əmlaklarla bağlı iddia müddəti 6 il, müqavilələrlə bağlı iddia müddəti isə 3 ildir. Ən çox təcrübədə rastlaşan hüquq münasibətlərindən biri də banklarla vətəndaşlar arasında münasibətlərdir. Bu da qanunvericilə tənzimlənir. Kredit müqavilələri üzrə iddia müddətləri 1 ildir. Yəni əgər bankla mübahisəniz yaranıbsa, bu mübahisənin yarandığı vaxtdan 1 il müddətdə bank sizi məhkəməyə verməlidir. Əks halda məhkəməyə müraciət etsə də, müraciəti qəbul olunsa da, iddia müddəti keçdiyindən iddia təmin edilməyə bilər. Bunun üçün siz sadəcə bir ərizə verməlisiniz. İddia müddətinin tətbiqi barədə ərizə. Hər il minlərlə insan hüququndan vaxtında istifadə etmədiyi üçün bu hüququ itirir. Siz də onlardan biri olmayın.